Hər vaxtınız xeyir inşallah. Hər kəs xoş gördük videoda. Bugün sizə ayaq idmanımızı sizinlə bölüşəcəm. Ayaq idmanına başlamadan öncə bir hərəkət biceps, bir hərəkət də qol arxası işləyəcəm. Məni çoxdan izləyənlər bilir ki, qol əzələlərim biraz inkişafdan geri qaldığı üçün həftədə 3 dəfə salmışam və video boyunca da sizi məlumatlandırmaq üçün, motivasiya vermək üçün bir kəsintilər paylaşacağam. Düzdür, təbii ki, sizi yormamaq üçün hamısını, məşq prosesinin hamısını paylaşmayacağam. Lazım olan hissələri paylaşacağam. Ümid edirəm bəyənəcəksiniz videonu. Getdik videoya. Uşaqlar, birinci hərəkətimiz hammer curl-dur, cable-da. 2 isinmə eləmişik, artıq əsas setimizə giririk. Birinci set əsas working set 5 təkrar olacaq. İkinci yanaşma isə 10 təkrar olacaq. Birinci yanaşmanı sizinlə bölüşmək istəyirəm. Çəkili 75-ə taxdıq. 5 təkrar çıxartmalıyıq. Saxla bax. Hələ lazım pump gəlməyib. İnşallah keçirik ikinci yanaşmaya. 10 təkrar çıxartmalıyıq 65 kilo ilə. Çıxacaq. Yaxından da çək. Baxa, damar olduq. İki yanaşma ilə bitirdik. Çox yanaşma işləməyə gərək yoxdur. Çünki həftədə 3 dəfə qol məşq edirəm və biceps üçün toplam olaraq həftəlik 8-10 yanaşma edirəm. Toplam olaraq bu həftəlik yanaşmamdır. 2 setin bu günə ayaq idmanında edirəm. Və indi keçəcəyik tricepsə. Azərbaycan dilində adını bilmirəm. İkinci hərəkətimizi triceps işləyəndə bu köməyimizə gələcək. Bunu keçirəcəyik, tutuş gücündən istifadə etməyəcəyik. Baxın, isinmə setimdə göstərəcəm. Sonra 35 ilə bir şey ki isinirəm. Amma halbuki burada 35 ilə set atmaq qeyri-mümkündür. Tutacaqsız olmadan. Qeyri-mümkün deyəni, yəni o qədər kütlən olmalı şəxsmək üçün də nə qədər kütlən. Bunu taxdım. İsinmə. Beş, 6, 7, 8. İsinməmi 5-8 say arası edirəm. Sola da işləyim mən. Bura. Başladım. Uşaqlar, gəldik əsas yanaşmalarımıza. Bu da 2 yanaşma olacaq. Yəni 60 kilo qoymuşam, 5 təkrar çıxartmalıyam. Görünür orada videoda. Görün nətər triceps işləyir. Progressive overload tamamlamışıq. Gələn dəfə gərək artırım çəkini. Uşaqlar, yəni orta və irəli səviyyələr üçün belə şeylər
mütləq istifadə eləsin inkişafı üçün. Bunu artıracağım sola 5 təkrar çıxara bilim. 70 qoyacağım. Çox rahat getdi. Düşən işdə gedərdim. Sadəcə 10 təkrar var. Elə. İndi isə alt bədənə gəldik, çatdıq. Videoların orta hissələrində mikrofon səsimizi yazmadığı üçün arxa fonda səsləndirməli olacağım. Hip-hop Action aparatına yaxınlaşmışam. Burada 2 əsas yanaşmam var. Bir isinmə etmişəm öncədən. 100 kilo yüklədim, yanlara 2-5, bir də 10. Toplam olaraq 120 kilo var burada. Bu aparat qult əzələsini, yəni popo əzələmizi aktiv edir. Sadəcə bəzi insanlar yanlış işləyir. Bizdə yaxşı görməmiz üçün poponun, yəni qult əzələsinin üst nahiyəsini hədəf götürmək lazımdır. Qarşıya əyilmək əvəzinə geriyə yaslanmamız daha məsləhətlidir. Burada videoda gördüyünüz qayda ilə işləməyiniz daha doğrudur. İndi isə ayağın iç əzələsi üçün 2 yanaşma hip adduction aparatını işləyəcəyik. Bu aparatlardan qaçmamağınızı məsləhət görürəm. Çünki bu aparatlardan aldığınız effekti başqa heç bir aparatlardan ala bilməzsiniz. İndi isə ayağın ön əzələlərini, yəni quadrisepsləri işə salmaq üçün leg extension aparatına gəlmişik. Oturarkən bunu arxaya çəkməyinizi məsləhət görərdim. Çünki quadrisepslərin yuxarı hissələrini də bacardığımız qədər maksimal dərəcədə işə salmamız lazımdır. Əlimdə gördüyünüz mat isə ayağımı bacardığım qədər arxadan gətirməyim üçün mənə köməkçi olacaqdır. Bu da quadrisepsi maksimal dərəcədə işlətməyimə səbəb olacaqdır. Bizə ayağımızı yuxarıda sıxıb saxlamaq deyil, ola bildiyincə arxanı gətirməyimiz gərəklidir. Ayağın arxa əzələlərini, hamstring əzələsini işə salmam üçün leg curl edirəm. Bunu da 2 yanaşma edəcəm. Leg curl'ün uzanıqlı versiyasını sevmirəm açıq danışsaq. Çünki leg curl edən zaman ən azından ya diz və yaxud qult əzələsi kilitli qalmalıdır. Bu zaman hamstring əzələsini daha aktiv işlətmiş oluruq. Bura idmanın mənim üçün ən acılı hissəsidir, ən ağrılı hissəsidir. Burada da quadriceps əzələsi üçün işləyəcəyik. Supersetdir. Hack squatdan sonra quadricepsin üst əzələlərini işləmək üçün bir hərəkət edirəm. Onu da indi bunu bitirdikdən sonra görəcəksiniz. Çünki squat versiyalarında quadricepsin üst hissələrini effektiv şəkildə işlətmək olmur. Qeyd etmək istəyirəm, bu ikinci əsas yanaşmamdır. Və 8-ci təkrarı tamamlayırıq. Keçirik supersetin ikinci hərəkətinə. Ayaqlarım tükəndiyi üçün çox da arxaya yata bilmirəm, amma bacardığınız qədər siz arxaya yatın. Burada maksimal dərəcədə mən quadriceps əzələlərimin üst hissələrini də aktiv edirəm. Artıq ayaq önü üçün olan hərəkətlərimi bitirdim. Gəldik hyperextension hərəkətimizə. Burada ayağın arxası əsasən, bir də bel aktiv olur. Burada 3 dənə 25, bir dənə 15 neçədir? 90 kilo. 90 kilo var. Bir isinmə işləmişik. 2 yanaşmada əsas edəcəyik. Allah, bu da əsas yanaşmamızdır. 6-10 təkrar aralığa çıxartmağa çalışacağım. Hoppa! Hoppa!
Harbiden ağırdır. Əlimdə saxlayıram. İkinci yanaşmanın çəkimə heç gərək yoxdur, elə bu çəkidə də eləyəcəm. Ondan sonra kalf işləyəcəm. Videonu söndür, kalfla görüşərik. İnşallah birinci yanaşmanı bitirdik, ikinci yanaşma qalıb. Mən burada sizinlə sağollaşıram və istirahət edib ikinci yanaşmaya keçəcəm. İzlədiyiniz üçün, bura kimi gəldiyiniz üçün təşəkkür edirəm. Mənə dəstək olmaq istəyən abunə olub, like atsın. Hər kəsə uğurlar.